Günəşin Bakıdan 144 dəqiqə tez çıxdığı məntəqə hansı saat qurşağında yerləşir? Bakı. Deməli, 50 şərq uzunluğu. Deyir, tez çıxdığı. Tez çıxırsa, deməli, şərqə doğru gedirik. 144 dəqiqə. Yəni, dəqiqəni dərəcəyə çevirək. 1 dərəcə 4 dəqiqə. X dərəcə 144. Buradan da X vurulsun 4 bərabərdir. 144. X bərabər 144 bölünsün 4. 144 bölünsün 4. Deməli, 36. 36 dərəcə. 36 dərəcə şərqə doğru gedir. 50 üstə gələk 36 bərabər 86 şərq uzunluğu. Hansı saat qurşağında yerləşir tapaq. Deməli, 1 saat 15 dərəcə, X saat 86 dərəcə. 15 vurulsun X bərabərdir 86, X bərabərdir 86 bölü 15, 5 dəfə 75, 11. Qalıb 11. 7 10 da 5-dən böyük olduğu üçün üstünə 1 gəlir. Bərabərdir 6. Deməli, 6-cı saat qurşağında yerləşəcək. Bakıdan 144 dəqiqə tez çıxdığı məntəqə. Bir-birindən 3885 km məsafə AB məntəqələrinin nə qədər vaxt fərqi var? Kilometr verilibsə, birinci biz bunu çevirməliyik, dərəcəyə çevirməliyik. Kilometr verilibsə, birinci dərəcəyə çeviririk. Mütləq. Kilometr verilib, birinci dərəcəyə çeviririk. Və sonra da baxırıq ki, nə qədər vaxt fərqi var. Deməli, nəyin üzərindədir? Ekvator üzərində. 1 dərəcə ekvatorun qoyulsun 111. X dərəcə 3885. Deməli, buradan da 111 vurulsun X bərabərdir 3885. X bərabərdir 3885. 3885 bölünsün 111. 111. Deməli, 3885 bölünsün 111. 35 dərəcə. 35 dərəcə. Deməli, 35 dərəcə fərq var. 35 dərəcəni gəlin, burada dəqiqənizi dəqiqəyə çevirək. 1 dərəcəmiz 4 dəqiqə. 35 dərəcəmiz X. X də bərabərdir. 35 vurulsun 4 bərabərdir 140 dəqiqə. A variantı. Vaxt fərqi 2 saat 40 dəqiqə olan AB məntəqə arasında saat verilibsə, birinci biz bunu dərəcəyə çevirməliyik. 2 saat 40 dəqiqə. A ilə B. Bunlar arasında 2 saat 40 dəqiqə. 1 saat 15 dərəcə. 2 saat 40 dəqiqə. 2 saat X dərəcə. X bərabərdir 15 vurulsun 2 bərabərdir 30 dərəcə. Dəqiqəni tapaq. 1 dərəcə 4 dəqiqə. X dərəcə 40 dəqiqə. 4 vurulsun X bərabərdir 40. X bərabərdir 40 bölünsün 4. Bu da 10. 30 da gələk 10. Bərabərdir 40 dərəcə. 40 dərəcə fərq var. Sonra nə deyir? Miqyas soruşur. 40 dərəcədirsə, bunlar arasında dərəcə fərqi 40-dırsa və xəritə məsafə verilibsə, gəlin, deməli, üstümüzü yazaq, tənasümüzü. Deməli, 1 santimetr miqyas, xəritə məsafə, həqiqi məsafə. Miqyas soruşur, bunu soruşur. Xəritə məsafəmiz məlum. Bu verilib 111,1. Həqiqi məsafəni tapmaq üçün bizim dərəcəmiz məlum. Nəyin üzərində? Ekvator üzərindədirlər. 1 dərəcə 111 kilometr. Neçə dərəcə fərq var dedik? 40 dərəcə. X. X də bərabərdir 40 vurulsun 111 bərabər 4440 kilometr. Həqiqi məsafəni tapdıq. Gəlin yerinə qoyaq yazaq həmsin. Miqyas tapaq. 1 santimetrdə miqyas. Xəritə məsafə 11,1 santimetr. Xəritə məsafə 4000, həqiqi məsafə 4440 km. Buradan da miqyas
vurulsun 111 onda 1 bərabər 4440. Miqyas bərabərdir 4440 bölünsün 11 onda 1. 11 onda 1 bərabər 400. 400'dür. Bunda 1 bölünsün 400 vururuq 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. O da bərabərdir. Deməli 3, 5, 7. 40 milyon. 3, 1 bölünsün 40 milyon. D variantı. A, B, C məntəqələri müvafiq olaraq hansı saat qurşaqlarında yerləşir? Birinci olan uzunluqlarını yazaq. Sonra tapaq. A məntəqəsi Qrinviçdən sağdadır. 30'dadır. A bərabərdir. 30 şərq uzunluğu. B'yə baxaq. Qrinviçin üzərindədir. B bərabər 0. Elə bu 0-cı üzərində yerləşməsi ya 0-cı saat qurşağıdır, ya da 24. Hansısa biri. Ya 24 ya 0-cı saat qurşağıdır. Yəqin ki bu olacaq. Sonra yox, 24 0 da ola bilər. 0-cı saat qurşağı ikisi də ola bilər. Ya A-dır ya E. Sonra baxaq. C bərabərdir. Qrinviçdən soldadır. Qrinviçdən 15 qərb uzunluğu. Birinci A-nı tapaq. A ilə şərq uzunluğu. 1 saat 15 dərəcə 30, daha doğrusu x saat 30 dərəcə. 30 dərəcə hardan tapırıq? 30 şərq uzunluğu olduğu üçün. 15 vurulsun x bərabərdir 30. X bərabərdir 30 bölünsün 15 bərabər 2. Deməli, A olur 2-ci saat qurşağı. Bu 2. B-ni tapdıq. Ya 0, ya 24'dür. Yəqin 0 olacaq. İndi gəlin C-ni tapaq. C mütləq uzunluğa baxırıq. Qərb uzunluğu. Qərb uzunluğunu neyini 360'dan çıxırıq. Çünki kürə 360 dərəcədir. 15 çıxanda bərabər 345. Buradan da 1 saat 15 dərəcə x saat 345. 15 vurulsun x bərabərdir 345. X bərabərdir 345 bölünsün 15 bərabərdir 23. Cavab Y variantı. Xəritə AB məntəqəsi arası məsafə 55.5 cm, yerli vaxt fərqi 100 dəqiqə. Miqyası hesablayın. Deməli, miqyas 1 santimetrdə miqyas, xəritədəki məsafə, həqiqi məsafə. Burada nə verilib? Xəritədə məsafə verilib. 55.5. Biz həqiqi məsafəni tapmalıyıq. 100 dəqiqədir. 100 dəqiqəni bunlar arasında dərəcəyə çevirək. 1 dərəcə 4 dəqiqə, x dərəcə 100 dəqiqə. 4 vurulsun x bərabər 100, x bərabər 100 bölünsün 4, x də bərabərdir 25. 25 dərəcə fərq var. Nəyin üzərindədir? Ekvator üzərindədir. 1 dərəcə 111 kilometr, 25 dərəcə x. Buradan x bərabərdir 25 vurulsun 111. 25 vurulsun 111. X də bərabərdir 2775 kilometr. Həqiqi məsafəni tapdıq. Gəlin miqyası tapaq. Yerinə qoyaq yazaq. 2775. Deməli 1 santimetrdə miqyas, xəritə məsafə 55.5. Həqiqi məsafə 2775. Buradan da miqyas vurulsun 55.5 bərabər 2775. Miqyas da bərabər 2775 bölünsün 55.5. Deməli, bölünsün 55.5 bərabərdir 50. Deməli, 50 düşür, vururuq 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. Bərabərdir 5 milyon. Cavab C variantı. A məntəqəsi 7-ci saat qurşağının orta meridianından saxlayaq. 7-ci saat qurşağının orta meridianı. Deməli, 1 saat 15 x 7 saat 7 saat deyir.
7 saat x dərəcə. X də bərabər 7 vurulsun 15 bərabər 105 şərq uzunluğu. Ondan deyir 6 dərəcə qərbdə. Yəni 105-dən şərq uzunluğu 6 dərəcə qərb. Qərbə gedən çıxırıq. 105-dən 6 çıxanda 90 deməli 99 şərq uzunluğu. Bunu tapdıq. 99 şərq uzunluğu. Həmin məntəqə Bakı ilə yerli vaxt fərqi 99 şərqlə Bakı 50 şərq uzunluğu. Dərəcə fərqini tapaq, sonra saata çevirək. Dərəcə fərqi bərabər 99 çıxılsın 50. Niyə çıxırıq? İkisi də şərq uzunluğudur. Eləcə 49. İndi bunları saata çevirək. 1 saat 15 dərəcə, x saat 49. 15 vurulsun x bərabər 49. X bərabər 49 bölünsün 15. 3 dəfə düşür 45, 4. Qalıq 4. 3 saat 1 dərəcə 4 dəqiqə. Deməli 4 dərəcə x dəqiqə. Buradan x bərabər 4 vurulsun 4 bərabər 16. 3 saat 16 dəqiqə. A variantı. Bakıdan 270 azimutda yerləşən məntəqədə 18-20. 270 azimut qərbə gedir. Bakı 50 şərq uzunluğu. Bundan bu tərəfə gedir 270 azimutda. 18-20. Həmin vaxt Bakıda 22-40-dır. 22-40. Məntəqəyə yəni saat qurşağını tapın. Saat verilib dərəcə fərqi. Birinci saat fərqini tapaq. Saat fərqi bərabər. 22-40-dan 22-40 çıxılsın 18-20. 20. 0, 24. 4 saat 20 dəqiqə. 4 saat 20 dəqiqə. Dərəcəyə çevirək. 1 saat 15 dərəcə. 4 saat x. X bərabərdir. 4 vurulsun 15 bərabər 60 dərəcə. Dəqiqəni çevirək. 1 dərəcə 4 dəqiqə. X dərəcə 20 dəqiqə. 4 vurulsun x bərabərdir 20. X bərabərdir 20 bölünsün 4. Bərabər 5 dərəcə. 60 dəqiqə 5. 65. İndi Bakıdan şərqə gedir. 65 dərəcə. 65 dərəcə gediriksə 50-dən 65 çıxanda mənfi olur. Mənfi 15. Mənfi 15 olduğu üçün də qərbə olur. Deməli 50 çıxılsın 65 bərabər mənfi 15. Mənfi olursa deməli qərb yarımkürəsidir. 15 qərb uzunluğu. İndi bunun saat qurşağını tapaq. Biz dedik ki, qərb uzunluğunu tapanda birinci 360-dan çıxırıq. 15 bərabərdir 345. İndi 1 saat 15 dərəcə. X saat 345. 15 vurulsun x bərabərdir 345. X də bərabərdir 345 bölünsün 15. Buradan da biz 345 bölünsün 15. 23. Məntəqə 23-cü saat qurşağı 7. Şimal coğrafi qütbündən 180 azimutla hərəkət edən səyyah 6216 km yol getdikdən sonra çatdığı məntəqədə coğrafi qütbündən şimal 90-dan 180 azimutla gəlir. Aşağıya doğru. 6216. Gələk görək meridian üzrə gedir. Hara çatır? 1 dərəcə meridian qoysa 111 km qəbul olunur. X dərəcə 6216. X vurulsun 111 bərabər 6216. X bərabər 6216. Deməli 6216 bölünsün 111. 111. X bərabərdir 56 dərəcə. Deməli cənuba doğru 56 dərəcə gəlib. 90-dan 56 dərəcə düşüb. 90-dan çıxanda 56-nı olur 34 şimal endarəsi. İndi deyək, şimal coğrafi qütbü 180 azimutla hərəkət gəlib çatdı bura. Getdikdən sonra çatdığı məntəqədə saat başlanğıc meridianından 7 saat geri.
Əgər başlanğıc meridianından girirsə, ondan qərbdədir. Yəni, bu məntəqə Qrinviçdən, sıfırdan qərbdə yerləşir. Və 7 saat 12 dəqiqə. Dərəcə 34 şimal əndazı. Bunu tapdıq. Digərləri getdi. Yəni, uzunluğu tapaq. 7 saat, 1 saat 15 dərəcə, 7 saat x dərəcə. X də bərabər 7 vurulsun 15 bərabər 105 dərəcə. 12 dəqiqəni tapaq. 1 dərəcə 4 dəqiqə. X dərəcə 12. X vurulsun 4 bərabər 12. X də bərabər 12 bölünsün 4 bərabərdir 3. Üstünə gələ 3. 108. 108 dərəcə qərb uzunluğu. Cavab C variantı. Bakıda yerli vaxt saat 15:00-sa, digər məntəqədə 19:00-sa, onun coğrafi uzunluğunu müəyyən edin. Bakıda saat 3-dür, 15:00-dur. 15:00. 19:00. Ondan irəlidirsə şərqdədir. 00. Onun coğrafi uzunluğu Bakıda yerləşir 50 şərq uzunluğu. Saat fərqini tapaq. 19:00 çıxılsın 15:00. 0:04 saat. Deməli, saat fərqi 4 saat. İndi çevirək bunu dərəcəyə. 1 saat 15 dərəcə. 4 saat x. X də bərabər 4 vurulsun 15 bərabər 60 dərəcə. Və qərbə gedirsə, 50-nin üstünə də gəlir 60 bərabər 110 şərq uzunluğu. D variantı. Ekvator üzərində yerləşirsə, yəni ekvator üzərində yerləşirsə, deyirik ki, Günəşin zenitdə olduğu məntəqə 21 mart. Ekvator. 0 uzunluq. 12 saat gecə, 12 saat gündüz. Deməli, 12 saat gecə, 12 saat gündüz. İndi gəlin baxaq. Göstərin. Buna sizin iki vəziyyətlər arasında 9 saatlıq yerli vaxt fərqini mövcuddur. Biz 45 dərəcə, 45 dərəcə. Bu 12 saatdır. Buradan 6-da başlayır. 6 günəş çıxır, 18:00-da batır. 00. Və bunlar arasında 12 saat fərq var. 12 saatda bu orta olur 6 saat fərq. Bunu 45 dərəcə, yarısı 3 saat fərq. Bu da yenə deyək ki, 3 saat fərq. Bu formada. 9 saatlıq yerli vaxt fərqi, indi gəlin baxaq, 1 ilə 2. Hani 1? 2, 1. Bunlar arasında 3 saat fərq var. Sonra 3 ilə 4. 3, 4. Bunlar arasında yenə 3 saat fərq var. Sonra 4 ilə 5. 4, 5. Yenə 3 saat fərq var. 2 ilə 5. 2, 5. 2, 5-ə baxsaq görər ki, 3, 9 saat fərq var. D variantı. Bakıda 29 oktyabr saat 14:02-də ondan 60 şərqdə yerləşən məntəqə yerli vaxt fərqini. Bakıda deməli 29 oktyabr 14:02. Deyir ki, ondan şərqə 62 dərəcə. 62 dərəcə deyiriksə saata çevirək. 1 saat 15 dərəcə, x saat 62. 15 vurulsun x bərabər 62, x bərabər 62 bölünsün 15, 4 düşür 60, 4 saat qala 2-dir. 2 dərəcəndə 1 dərəcə 4 dəqiqə, 2 dərəcə x. X də bərabər 8. 4 saat 8 dəqiqə. 4 saat 8 dəqiqədirsə, Bakıdan 04:02-dirsə, şərqə doğru gediriksə, üstünə gəlirik. 14:02, 4 saat 8. 0, 10, 8, 18, 10. 18, 10 eyni tarixdir. Y variantı. Yerli vaxt fərqi 3 saat 20 dəqiqə olan AB məntəqə arasında yenə saat fərqi verilib. Saat fərqini mütləq biz dərəcəyə çevirməliyik ki, miqyas tapaq. Miqyasına verilib 1 santimetrdə miqyas, xəritdə məsafə, həqiqi məsafə. Xəritdə məsafəmiz yoxdur, miqyasımız verilib bu dəfə. 1 bölünsün 10 milyon. Bunu 100 minə bölək, çünki 1 kilometr 100 min santimetrdir. 5, 0, 3, 5.
100 kilometr. Miqyas verilib. Deməli, həqiqi məsafəni tapa bilərik. 1 saat 15 dərəcə, 3 saat 20 dəqiqə, 3 saat x dərəcə. X bərabərdir x dərəcə. 3 vurulsun 15 bərabərdir 45 dərəcə. Üstə gələk, dəqiqəmiz də var. 1 dərəcə 4 dəqiqə, x dərəcə 20 dəqiqə. 4 vurulsun x bərabər 20, x də bərabərdir 20 bölünsün 4 bərabər 5 dərəcə. Deməli, oldu 45, üstünə görə 5 bərabərdir 50 dərəcə. 50 dərəcə fərq var. 50 dərəcəni biz çevirək kilometrə. Ekvator üzərinə gedirlər çünki. 1 dərəcə 111 kilometr, 50 dərəcə x. X də bərabərdir 50 vurulsun 111 bərabər 5550. Yəni yerinə qoyaq yazaq xəritəmiz 5550. 1 santimetrdə 100 kilometr, xəritə məsafə belə 5550. X xəritə məsafə olsun 100 bərabər 5550. X də bərabər 5550 bölünsün 100. O da neydi? 55 onda 5. C variantı. Ekvatorla Qrimviç meridian kəsişi nöqtədən 90 azimutla 7215 hərəkət etsə hansı saat qurşağını? Demək, ekvatorla verilənləri yazmaq həll etmə şansını daha da artırır. Qrimviç 0. Qrimviç. Buradan 90 azimutla, yəni şərqə doğru. 7215 kilometr. Kilometr dərəcəyə çevirək. Ekvator üzərindədir. 1 dərəcə 111 kilometr. X dərəcə 7215. X vurulsun 111 bərabər 7215. X bərabərdir 7215. X bərabər 7215 bölünsün 111. 7215 bölünsün 111. X bərabərdir 65 dərəcə. 65 dərəcə gedir. Qrimviçdən 65 dərəcə gedəndə gəlir çatır 65 şərq zonu. 65-in dərəcəni baxaq ki, neçə saat gedir, neçə saat, hansı saat qurşağını düşür. 1 saat 15 dərəcə, x saat 65 dərəcə. 15 vurulsun x bərabər 65, x bərabər 65 bölünsün 15, 4 düşür 60, qalıq 5. 7 onda 5-dən kiçik olduğu üçün olduğu kimi qalır. Deməli, A variantı.